Ümid edirəm ki, hər biriniz yaxşısınız. İndi birinci hissəmiz olan ismin deməli sadə düzəltmə və mürəkkəb olan quruluş növlərinin testini işləyirik. Birinci hissə test toplusundan suallara bir yerdə baxaq. Deməli, birinci bizdə mürəkkəb isimlər istəyir. Mürəkkəb isimlər iki və daha artıq sözün birləşməsindən yaranırdı. Əgər mürəkkəb isimlər tapmalıyıqsa, biz onda sufikslər atmalıyıq. Gəlin bir yerə baxaq. Deməli, C-də ment var, görürük sufikslik olmaz. Daha sonra baxırıq, Y-də hud var, olmaz. A variantında ment var, olmaz. B-də isə ment var, olmaz. Cavab olacaq D variantı. 2-yə baxırıq, yenə bizdən mürəkkəb isimlər istəyir. Baxırıq, deməli, A variantında ship var, B variantında Asian var, C variantında met var, D variantında isə deməli olmur. Cavab olacaq D variantı. Üçüncüyə baxırıq, mürəkkəb isimləri istəyir. Yenə bizdən baxırıq, deməli, spaceship mürəkkəbdir. A variantını saxlayırıq. B variantına baxırıq, deməli, olmaz. Daha sonra olmaz. Tion var, olmaz. Burada isə yenə bu hər iki söz mürəkkəbi saymırıq deyə cavab olacaq A variantı. Dördüncü suala baxırıq, mürəkkəb isimlər istəyir bizdən. Baxırıq, deməli, A variantını saxlayırıq, B variantında olmur. Daha sonra baxırıq, olmaz, olmaz və olmaz. Cavab olacaq təbii ki də A variantı. 5-ə baxırıq, mürəkkəb isimlər istəyir bizdən. Olmaz, yoxdur, bu da olmaz. Daha sonra elə bu sözümüzdə çıxırıq. B variantına baxırıq, olmaz bunlar. Çünki mürəkkəb deyil. C variantında don var. D variantında qras sözü olmur. Daha sonra Y variantında isə deməli cavabımız düzgün cavabdır. Hər üçü mürəkkəb isimdir. 6-ya baxırıq, derivativdən, yəni düzəltmə isimləri istəyir. Leg olmaz, təbii ki də. Daha sonra baxırıq, city center mürəkkəbdir, newspaper mürəkkəbdir. Deməli cavab olacaq agreementdir, friendshipdir, bir də realizmdir. Burada isə son sözü olmur. Daha sonra 7-yə baxırıq. İsimlərin cərgəsini istəyir. A isə isim deyil, N və isim deyil, N isə isim deyil. Cavab olacaq 1, 5, 6 A variantı. Sadə isimlər istəyir 8-də. Baxırıq, deməli, development olmur, school children olmur. Deməli, C variantını saxlayırıq. D variantında hardship olmaz. Y variantında da butterfly mürəkkəbdir. Cavab olacaq, deməli, C variantı. Baxırıq növbətiyə. Bizdən yenə sadə isimlərin cərgəsini istəyir. Sadə isim deyiriksə Y variantında development olmaz, bookcase də olmaz, school boy da olmaz. Daha sonra baxırıq, deməli, mushroom olmaz. Cavab olacaq A variantı. 10-cuya baxırıq, mürəkkəb isimlər istəyir bizdən. Childhood mürəkkəb deyil, suffix var burada. Daha sonra C variantına baxırıq, deməli, dom var. D variantına baxırıq, olmur. Y variantında da olmaz. Cavab olacaq B variantı. 11-ə baxırıq, mürəkkəb isimlərin cərgəsini istəyir. Təbii ki də bizdən Y variantında tion var. D variantında celebration, Asian var. C variantına baxırıq, deməli, performance gedir. B variantında olmur. Cavab olacaq A variantı. 12-yə baxırıq, bizdən isimlərin cərgəsini istəyir. Deməli, biri bununla bu olmur, sifətli. Cavab olacaq 2 və 4 A variantı. Yenə isimləri istəyir, maraqlı demək də olmaz. Daha sonra, deməli, bu və 2 və deməli olacaq 4. Dördüncü testdə yenə bizdən isimlərin cərgəsini istəyir bizdən. Təbii ki də burada bu hər iki sözümüz bizim səmimi, deməli, sifət olduğu üçün cavab olacaq 3 və 4 Y variantı. 15-ə baxırıq, isimlərin cərgəsini istəyir bizdən. Sifətli olmaz. Daha sonra deməli sifətli olmaz. Deməli cavab olacaq C variantı. Daha sonra 16-ya baxırıq. 16-da isimlərin yenə bizdən cərgəsini istəyir. Baxırıq, famous, sifətli, məşhur demək də olmaz, çətin demək də olmaz, və deməli olmaz. Cavab olacaq Y variantı. Ondan deməli bizdən isimlərin cərgəsini istəyir. Deməli gəlin bir yerdə baxağın. 17-ci sualla davam edirik. İsimlərin cərgəsini istəyir. Deməli, bizdə cool sərin deməkdir, hot isti deməkdir, big böyük deməkdir, clean təmiz deməkdir, dirty cirkli deməkdir. Cavab olacaq C variantı. 18-ə baxırıq, isimlərin cərgəsini istəyir. Beautiful olmaz, gözəldir, sifətli, long, uzun, gözəldir. Daha sonra funny sifətli, useful sifətli. Cavab olacaq C variantı. 19-da yenə isimlərin cərgəsini istəyir bizdən. Deməli, olmaz. Daha sonra baxırıq, sifətli olmaz və deməli, olmaz. Cavab olacaq B variantı. 20-ci sualın izahından davam edirik. Bizdə mürəkkəb isimlər istəyir. A variantında don var, olmaz. B-də hər iki söz mürəkkəb deyil. C-də deməli Asian var, sayılmır. D-də hud var, sayılmır. Cavab olacaq Y variantı. 21-ə baxırıq, mürəkkəb isimlər istəyir bizdən, yenə olmaz. Daha sonra baxırıq, bu sözümüz bizim mürəkkəb deyil. D variantına baxırıq, deməli suffix var. Y variantına baxırıq, yenə olmaz. Cavab olacaq B variantı. Playground, futbol. 22-ə baxırıq, mürəkkəb isimlər istəyir. Deməli sayılmaz. Daha sonra baxırıq, hud var, ship var. Bunlar suffix də olmaz. Daha sonra baxırıq, deməli burada Asian var. Burada isə mürəkkəb deyil. Cavab olacaq deməli Y variantı. 23-ə baxırıq, bizdən suffixlər istəyir. Təbii ki də suffiximiz bizim olacaq ship və hud. Məsələn, friendshiplə childhood. 24-ə baxırıq, mürəkkəb isimlər istəyir bizdən. Don var, sayılmaz. Asian var, sayılmaz. Cavab elə olacaq 3, 4, 5 və D variantı. 25-ə baxırıq, isimlər istəyir bizdən. Elə göl, qız, boy, oğlan, toy, oyuncaq, mutlu. Elə cavab burada olddur, funnydir, burada cleandir, burada isə deməli olmur deyə cavab olacaq A variantı.
Daha sonra baxırıq, deməli, bizim 26-cımızda mürəkkəb isimlər istəyir bizdən. Mürəkkəb isimlər German sadədir, olmaz. Deməli, cavab 4-dür biri, biri 1-dir, 5 olmaz. Cavab 1, deməli, baxıram 2 dəqiqə, 4, 1, 4. Cavab olacaq Y variantı. Daha sonra baxırıq 27-yə. İsimlərin cərgəsini istəyir bizdən. İsimlərin cərgəsini istəyirsə A variantı olmaz. Deməli, sifətli olmaz, olmaz və olmaz. Cavab olacaq B variantı. Çünki expensive bahalı deməkdir, brave isə cəsur deməkdir. Yəni bunlar da sifətdir. 28-ə baxırıq, isimlərin cərgəsini istəyir. Long, uzun olmur. Daha sonra baxırıq olmaz, sifətli olmaz, olmaz. Cavab olacaq B variantı. 29-cu sualda bizdən yenə isimlərin cərgəsini istəyir. Sifətli olmaz. Daha sonra sifətli, amazing sifətli, sifətli cavab olacaq B variantı. 30-da mürəkkəb isimlər istəyir bizdən. A variantında hud var, olmaz, domda olmaz. Daha sonra baxırıq, deməli, Y variantında sufiksimiz var, olmaz, olmaz və olmaz. Cavab olacaq D variantı. 31-ə baxırıq, deməli, smart, ağıllı, sifətli, simple, sadə, sifətli, simple. Cavab, deməli, tired, yorğun. Deməli, cavab olacaq 3 və 5, B variantı. Bizdən sufikslər istəyir, ment və dom, budur cavab. Deməli, 33-də sadə isimlər istəyir. Gəlin bir yerdə baxaq. D-də tion var, olmaz, D-də ment var. Daha sonra friendship var, dom var. Cavab, deməli, olacaq Y variantı. Mürəkkəb isimlər istəyir, biri 1-dir. Daha sonra 2 olmaz, biri 4-dür. 1, 4, 3 olmaz, 5 olmaz. 3 və 5-ləri atsaq, cərgəsini istəyir. Baxırıq mürəkkəb isimlərə. Biri cavab, deməli, 1-dir. 2 olmaz. Biri cavab 3-dür. 1, 3, 4 də Asian var, sayılmır. Bir də cavab 6-dır. Deməli, 1, 3, 6 və cavab C variantı. 36-da düzəltmə isimləri istəyir bizdən. Deməli, biri 5-dir. 6 mürəkkəbdir. 6-ları çıxaq cavablardan. Biri 5-dir. Biri bəli 3-dür. Deməli, biri də cavab 1-dir. 1, 3 və 5. 4 olmaz. 37-yə baxırıq, bizdən deməli mürəkkəb isimlərin cərgəsini istəyir. Mürəkkəb isimlər, daha doğrusu düzəltmə isimlərin cərgəsini istəyir. Düzəltmə isimlərdə deməli mazelant mürəkkəbdir. Gəlin 4-ləri cavablardan ataq getsin. Bizim gözümüzün qabağında durmasın. Spaceship mürəkkəbdir. Gəlin o zaman deməli biz 6-nı da ataq. Daha sonra biz baxaq, deməli 3-dür, 5-dir. Bir də cavab mentlə olduğuna görə 1-dir, 1, 3, 5, cavab Y. Davam edirik 38-ci sualın izahı ilə. Bizdən saydəni istəyir. Deməli, düzəltmədə olmaz, düzəltmədə olmaz. Baxırıq, deməli, olmaz və düzəltmədə olmaz. Cavab olacaq C variantı. Daha sonra baxırıq A variantında. Deməli, olmur. Daha sonra olmur. Sonra baxırıq, bu da olmaz, düzgün saymırıq. Deməli, olmaz. Cavab olacaq C variantı. Daha sonra baxırıq 40-cı testə. 40-cı testdə bizdən yenə sadə isimlər istəyir. Sadə isimlər istəyirsə A variantını çıxırıq, olmaz. Daha sonra variantı B variantı olmaz, C variantı olmaz. Daha sonra baxırıq Y variantı olmaz, cavab olacaq D variantı. 41-ci sualdan bizdən yenə isimlərin deməli isimlərin cərgəsini istəyir. Deməli, A variantı olmaz. Daha sonra baxırıq B variantında sifətli olmaz. C variantını deməli sifətli olmaz. D variantını saxlayırıq. Y variantında isə deməli ortancı sözümüz sifət olduğuna görə cavab olacaq D variantı. Daha sonra baxırıq 42-ci testə. 42-ci testdən bizdən yenə isimlərin cərgəsini istəyir. A variantını düz saymırıq. Daha sonra baxırıq B variantı düşməyibdir burada. C variantlarına baxırıq. C variantında deməli saxlayırıq. D variantında sifətli olmaz. Daha sonra baxırıq Y variantında olmaz. Cavab olacaq C variantı. 43-cü sualın izahına baxırıq. 43-cü sualda yenə bizdən isimləri istəyir. Sifətli olmaz. Deməli, sifətli olmaz. Daha sonra baxırıq C variantında sonuncu sözümüz bizim sifətli olmaz. Baxırıq, deməli D variantında olmaz. Sonra cavabımız qalır bir dənə Y variantı. 44-cü sualın izahına bir yerdə baxırıq. Deməli, 44-cü sualda yenə bizdən isimlərin cərgəsini istəyir. Bizdən sifət də olmaz. Daha sonra baxırıq B variantında sifət var, olmaz. C variantında deməli ikinci sözümüz bizim sifətdir. D variantında deməli sonuncu söz sifətdir. Cavab qalacaq Y variantı. 45-ci sualda hər birini saxlayırıq. B variantında deməli sifətli olmur. Daha sonra baxırıq C variantına. C variantında bu sifətli olmaz. D variantında sonuncu sözümüz sifətli olmaz. Y variantına baxırıq. Deməli, sifətli olmaz. Həm də bu sözümüz də bizim sifət sayılır. Sonra baxırıq 46-cı sualda. Deməli, A yenə isimlər istəyir, sifətli. B variantına baxırıq, saxlayırıq. C variantında deməli sonuncu sözümüz sifətli. D variantına baxırıq. Deməli, ikinci sözümüz sifətli.
Y variantına baxırıq. Deməli, sifətli olmaz. Cavab olacaq B variantı. Daha sonra 47-ci sualın izahından davam edirik əzizlərim. Yenə bizdən isimlərin cərgəsini istəyir. Sifətli. Daha sonra baxırıq B variantında. B variantında hər birini saxlayırıq. Gözümüzə şübhəli heç bir şey dəymir. C variantında ikinci və üçüncü qloballa innovativ sözü sifətli olmaz. D variantında deməli, birinci sözümüz sifətli olmaz. Y variantında isə sonuncu sözümüz sifətli olmaz. Cavab olacaq B variantı. 48-ci sualın izahından davam edirik. Deməli, yenə bizdən isimlərin cərgəsini istəyir. Kosmopolit, tənbidi safety sifətli olmaz. B variantına baxırıq, deməli sifətli olmur. Daha sonra C variantını saxlayırıq. Baxırıq, deməli D variantında deməli sonuncu sözümüz sifətli. Y variantına baxırıq, deməli Y variantında sifətimiz var, olmaz. Cavab olacaq C variantı. 49-da baxırıq, deməli əzizlərim, fashionable deməli sifətli olmaz. B variantında hər birini saxlayırıq. Daha sonra C variantında deməli həmin bu sözümüz bizim sifətdir. Daha sonra elə bu deməli bu sözümüz isimdir. D variantına baxırıq. Deməli, sonuncu sözümüz sifətdir bizim. Y variantında isə birinci sözümüz sifətdir. Cavab olacaq B variantı. 50-ci suala baxırıq. Deməli, əzizlərim, yenə bizdən 50-də də isimlərin cərgəsini istəyir. Sifətdir, sonra sifətdir. C variantında yenə bu da sifətdir. D variantına baxırıq. Bəli, deməli, düzgün cavabdır. Y variantında isə new days zərfdir, zaman zərfidir. İnnovativ də sifətdir. Cavab olacaq deməli. Davam edirik 51-ci sualların izahından əzizlərim. Deməli, shift hansı sözlərə artırıla bilər? Təbii ki də biri friendshipdir, biri 6-dır. 6 olmayan cavabları çıxırıq. Biri leadershipdir, biri 6-dır. Deməli, bir də championshipdir. 1, 3, 6 cavab olacaq D variantı. King'ə dom artırılır, child'da hood artırılır. Frey isə yenə dom artırılır. 52-yə baxırıq, isimlərin cərgəsini istəyir bizdən. Deməli, reliable etibarlı deməkdir, 1 olmaz. 4-cü isə hamar yumşaq sözüdür. Deməli, cavab olacaq 2 və 3 A variantı. 53-cü sualda bizdən isimlərin cərgəsini istəyir. Deməli, interesting maraqlı deməkdir. Darıxdırıcı deməkdir. 1 və 3-ü çıxırıq. Daha sonra deməli sifətli, təəccüblü deməkdir. Cavab olacaq 2 və 4 A variantı. 54-cü suala baxırıq. 54-cü sualda deyir ki, turun sonuna hansı sufiksləri artırmaq olar? Təbii ki də bunun biri turizmdir, biri də turistdir. Cavab olacaq 4 və 5 B variantı. 55-ə baxırıq. Realizm ola bilər. Təbii ki də bir də deməli sonuna it-yi artıra bilərik. Cavab olacaq deməli 3 və 4 D variantı. Leadership, friendship, hər birinə ship artırılır. Konduktordan saylord D variantı. 58-ə baxırıq. Enjoyment, development B variantı. 59-a baxırıq. Deməli, hər ikisinə ment artırmaq olar. 60-da isə deməli ant, assistant, servant. 61-də isimlərin deməli bizdən cərgəsini istəyir. A variantına baxırıq. Deməli, hər biri isimdir. B variantına baxırıq. Deməli, dəhşətli deməkdir, sifətdir. C variantına baxırıq. Deməli, aktiv sifətdir. Deməli, sonra D variantına baxırıq. D variantında diqqətsiz hər ikisi söz sifətidir. Daha sonra Y variantına baxırıq. Deməli, cəlb edici deməkdir, sifətli. Cavab deməli olacaq burada A variantı. Daha sonra baxırıq 62-ci suala. 62-ci sualda A variantına baxırıq. Deməli, fayda deməkdir, sifətli olmaz. B variantına baxırıq. Deməli, qəddar mənasını verir, sifətdir. C variantına baxırıq. Deməli, sonuncu söz tiny yazılan söz balaca deməkdir, kiçik deməkdir, sifətdir. Daha sonra baxırıq D variantında zərfimiz var, isim deyil. Y variantına baxırıq. Deməli, Y variantında isim cavab elə olacaq Y variantı. Daha sonra deməli baxırıq biz nəyə? 63-cü testdə. 63-cü testdə bizdən strong deməli bizdən ən ikisinə uyğun olan B variantıdır. Hər ikisinin sözün sonuna artırıla bilir. 64-də isə yenə isimlərin cərgəsini istəyir bizdən. Deməli sifətli olmaz. B variantına baxırıq. Deməli hələ ki B variantını saxlayırıq. Daha sonra C variantına baxırıq. Sifətli olmaz. D variantına baxırıq. Deməli vətənpərvər deməkdir. Sifətli olmaz. Y variantına baxırıq. Deməli unikal sözü sifətli olmaz. Cavab olacaq B variantı. 65-ci suala baxırıq. Deməli əzizlərim 65-də bizdən yenə isimlərin cərgəsini istəyir bizdən. Gəlin bir yerdə 65-i bir yerdə deməli izah edək. 65-də A variantına baxırıq. Deməli cahil sifətli olmaz. B variantına baxırıq. Deməli sifətli olmaz. Elə birinci sözümüz də sifətli. C variantına baxırıq. Qazlı deməkdir, sifətli olmaz. Daha sonra D variantına baxırıq. D variantına baxırıq. Massif, nəhəng deməkdir, olmaz. Cavabımız olacaq Y variantı. Deməli, trak yük maşın deməkdir. Ayrı seçkilik deməkdir. Feyt isə deməli, tali qismət deməkdir. Hər üçü də isimdir. 66-ya baxırıq, isimlərin cərgəsini istəyir bizdən. Deməli, urban, şəhərli deməkdir, sifətdir. B variantına baxırıq. Deməli, sifətli olmaz. Daha sonra C variantına baxırıq, hələ ki saxlayırıq. Daha sonra D variantına baxırıq. Bizdən D variantında vacibdir, deməli olmaz. Y variantına baxırıq, çobud deməkdir, nəzakətsiz çobud deməkdir, sifətli olmaz. C variantında deməli mühafizə isimdir, tələbat isimdir. Bu sözümüz isə yenə hesab xal deməkdir, isimdir. Cavab olacaq C variantı. 67-yə baxırıq, deməli bizdən yenə isimlərin cərgəsini soruşur. A variantına baxırıq, hər birini saxlayırıq. Deməli kingdom krallıq deməkdir, qərar, decision qərar deməkdir. Temperatur isə bizim bildiyimiz kimi temperatur deməkdir. B variantına
baxırıq, deməli talkativ çox danışan deməkdir, yəni sifətdir. Daha sonra C variantına baxırıq, free azad deməkdir, sifətdir. D variantına baxırıq, dürüst deməkdir, sifətdir. Qəzəbli deməkdir, sifətdir. Cavab olacaq A variantı. Daha sonra baxırıq deməli 68-ci sualın izahına. 68-ci sualda deməli bizdən istəyir yenə isimlərin cərgəsini. Gəlin bir yerdə baxaq. A variantına baxırıq, deməli həmin bu sözümüz sifətli olmaz. B variantına baxırıq, deməli genişləndirmək deməkdir, hansı ki feilli olmaz. C variantına baxırıq, deməli həmin bu sözümüz geriyə geri deməkdir, sifət və zərf kimi işlənir, olmaz. Daha sonra D variantına baxırıq, deməli maraqlı deməkdir, olmaz. Cavab olacaq Y variantı. Yəni dəyər isimdir, zövq isimdir, mətbəx də isimdir. 69-cu suala baxırıq, deməli yenə isimlərin cərgəsini istəyir, sifətli olmaz. Daha sonra baxırıq B variantında şiddətli sözü sifətli olmaz. C variantında baxırıq, deməli hər birini saxlayırıq. Xüsusiyyət deməli isimdir. Deməli idman nəsə də, yəni belə deyim, idman bir növüdür, isimdir. Çətinlikdir, isimdir. D variantına baxırıq, deməli özünə güvənən deyiriksə biz bu heç vaxt isim ola bilməz. Y variantında isə deməli D variantında isə isim olmadığı üçün cavab olacaq C variantı. Daha sonra baxırıq deməli 70-ə. 70-də bizdən mürəkkəb isimlərin cərgəsini istəyir. Mürəkkəb isimlərin cərgəsini istəyirsə biz buradan deməli birinci olmalıdır, C variantında E-şını atırıq. Daha sonra Y variantında E-şını atırıq. A variantında olmaz. B variantında isə həmin olmadığı üçün cavab olacaq. İkinci sualların izahına da baxalım. Bunları da bitirək nəzərim. 71-ci sualda bizdən sadə isimlərin cərgəsini, daha doğrusu düzəltmə isimlərin cərgəsini istəyir. A variantında həmin bu sözümüz bizim sadədir, saymırıq. B variantında mürəkkəbdir, saymırıq. Daha sonra baxırıq, C variantını saxlayırıq. D variantında deməli sadə isimdir, saymırıq. Y variantına baxırıq, yanaşma, yəni sadə isimdir, saymırıq. Cavab olacaq C variantı. 72-ci sualın izahına baxırıq. Bizdən yenə düzəltmə isimlərin cərgəsini istəyir. Deməli paket deməkdir, biz bunu saymırıq, sadə isimdir. B variantında deməli trade var, xüsusiyyət sadə isimdir. Daha sonra baxırıq C variantında güc qüvvə deməkdir. Deməli bu sadə isimdir. D variantına baxırıq, tərəqqi inkişaf, yəni bu da sadə isimdir. Cavab qalacaq Y variantı. Bununla da əzizlərim biz artıq ingilis dilindən isim dərsindən birinci hissəni bitirdik. Gələn dərsimizdə inşallah ikinci hissə ilə, yəni həmin bu görünən ikinci hissə ilə davam edəcək. O zaman da biz tək və cəm isimlər, sayılan və sayılmayan isimlərin testini bir yerdə işləyəcəyik. Hələlik Allah'a əmanət olun.